Yoldaşlar bak görürsünüz kimi biraz çok, kimi biraz az, kimi lap təzədir, kimi ise 6 il, 4 il bak sərf edib ərəb dilinə. Biz istesek de bugün bu dersimizde bir metod tətbiq edə bilməliyik. Yəni, ona görə də dərsi elə qurmağa çalışacaq ki, bəzən ərəbcə, bəzən Azərbaycan dilində həm müəyyən qədər bu mövzu ətrafında nəzəri məlumatları əldə edək, daha sonra isə eyni zamanda biliklərimizi də tətbiq edək. Əslində ərəb dili danışıq dərsləri ərəbcə özünü müəyyən qədər ifadə edə bilən tələbələr üçündür. Çünki biz burada sizə şərait yaradırıq ki, daxildə olan hisslərinizi, fikirlərinizi ifadə etməyə çalışasınız. Bir müəllim ki, mən də onları düzəldir, deyib ki, bax, burada bu səhvi eləyirsən, bax, onu eləmə. Misal üçün, biraz əvvəl qardaşımız danışarkən qeyd elədi ki, bə'deyn, bə'deyn. Bax, bu bugünkü dərsin mövzusudur. Ərəb ədəbi dilində bə'deyn sözü yox. Bu hansı sözün qarşılığıdır ərəb ləhcəsində? Bə'də. Summa, bə'də sözlərinin ərəb ləhcəsində ifadə olunan bə'dənin qarşılığı məhz. İzən, təarafna. Və ənə səəltukum an əsmaikum və entum qultum li əsmaikum. El-mevzu. Yani الموضوع الذي سنتحدث حوله هو اللهجات العربية. اللهجات العربية. ماذا نعرف عن اللهجات العربية؟ هل هذا السؤال مفهوم؟ الكل فهم ما هو المقصود في هذا السؤال؟ إلهام، ما معنى هذا السؤال؟ ترجم لي إلى اللغة الأذربيجانية. Ərəb ləhcələri haqqında nə başa düşürsün, nə bilirsin? Əhsən, bəli. Ərəb ləhcələri haqqında nə bilirik? Gəlin bir Azərbaycanca da olsa hərəmizə fikrimizi deyək. Ərəb ləhcələri dedikdə nə başa düşürük? Nə bilirik biz ərəb ləhcələri haqqında? İxtiyar, nə bilirik? Yəni, bizim İstəyən ərəbcədə fikrini ifadə edə bilər. Arzu olunan da odur. Bizim dildə olduğu kimi müxtəlif dəvirlər, müxtəlif məkanlardan səbəbilə, yəni oradakı insanların məhəlli şəkildə bir-birini anlaması üçün ortaya çıxan bir məsələdir. Necə ki, bizdə məsələn Şəki ləhcəsi var, müxtəlif rayonlarda. Bunun nə faydası var? O bölgənin insanları bir-birini daha yaxşı, daha sadə bir şəkildə başa düşür. Məryəm, aydındır ki, razısan mı qızım onun sözüyle? Yani Şəki ilə Quba ləhcəsi arasında olan fərqdir mi ərəb dilində? Ərəb əmirlikləri ilə deyək ki, Misir ləhcəsi arasındakı fərq? Tamamilə deməzdim. Çünki ərəblər o dönəmdə qəbilə formasını yaşayırdılar və hər qəbilənin özünə xas dialekti var idi. Hətta indi müasir dövrdə də bəzən iki fərqli ləhcəni danışan ərəb bir-birinin başa düşməsini çətinlik çəkir. Amma bizdə elə bir problem yaşanmır. Bəli. Deməli, həm razılaşmaq olar, ixtiyarın fikri ilə, həm də razılaşmaq olmaz. Razılaşırıq o mənada ki, bəli də onun da ləhcə dedikdə bizim ana dilimizdə də ləhcələr var. Azərbaycan ədəbi dili var, bir də dialektlər, ləhcələr var. Amma razılaşmadığımız ixtiyar nüans odur ki, bizdə elə bir ləhcə yoxdur ki, o ləhcədə bir vətəndaş bir 5 dəqiqə danışsın, biz ondan heç nə başa düşməyik. Elədir? Yəni, biraz başa düşməyəcək. O biraz şəkilçiləri və bəzən səsinin tonunu, filanını zanı dəyişəcək, bizə qəlbə gələcək. Amma biləcək ki, biz o nə demək istəyir. Amma məsələ burasındadır ki, ərəb ləhcələrində, hərə öz ləhcəsində danışsa, biraz sonra mən sizə o nümunələri göstərəcəm. Görəcəksiniz ki, sanki başqa dillərdə danışırlarmış. Amma İraqlı deyir ki, Cay al-məktəb mamsəllim aleyyə liyeş. Cay al-məktəb mamsəllim aleyyə liyeş. Fikir verin. Ərəb ədəbində deyir ki, əteytə iləl-məktəbi və ləm tüsəllim aleyyə liməzə. Bir də tərcümə eləmədən deyim. Baxın görün, eyni şeydir. Cay al-məktəb müsəllim aleyyə liyeş. Cay al-məktəb mamsəllim aleyyə liyeş.
أتيت إلى المكتب ولم تسلم علي لماذا؟ Ama şəkili nə deyir? İşə gəlmisən mənliyə, salam verməmsən, mən qulaq nə deyir? İşə gəlmisən, amma niyə salam verməmsən mənə, hə? Başqası heç o başa düşdük də, amma burada görəcək, biraz sonra ərəblərin öz dilindən eşidəcək ki, biz bir ərəb, bu başqa bir ərəbin o ləhcəsini başa düşmür. Sonra, əgər bu dərsdə mənim yadımdan çıxsa, siz mənim yadıma salın ki, o suala da cavab tapaq ki, bəs neyniyək ki biz? Bir də ərəb dilində öyrənməyə, ərəb dili öyrənməyə qoyalmı bir qırağa? Çünki 20-dən artıq ərəb dövləti var. Onsuz hərəsində bir ləhcəsi varsa, biz onda bəli, öyrəndiyimiz dil heç işə yaramayacaq bəlkə. Bu suala aydınlıq gətirək cavab. Çünki tez-tez suallar verirlər. Bir çoxu da ərəb dili öyrənməkdən ona görə imtina edir ki, ərəb dilində falan qədər ləhcə var. Onların hamısını öyrənib başa çıxmayacaq. Buna da bir ömür çatmaz. Gedək elə bir dili olan xalqın dilini öyrənək ki, sabahları onu da biz o dil üzrə də mütəxəssis ola bilək. Buna gətirirəm ki, bax, biz bəzən ərəb dilində ləhcələr çoxdur, onsuz da hamısını öyrənə bilməyəcəksiniz deyib, ərəb dilini öyrənmək istəyənləri bu sahədən uzaqlaşdırırıq. Və bir də harda uzaqlaşdırırıq? Deyirik ki, ərəb dilində 28 hərf var. Ərəb dilini öyrənmək istəyən sevinir ki, bizdən də bir 4 hərf azdır. Sonra qayıdıb deyirik ki, hər harfin ancaq 4 dənə yazı şəkli var imiş. O da 4'ü vurur, 28'i vurur 4'e, görür nə qədər hərf çıxdı. Deyir ki, bu mənim işim deyil desin. Amma məsələ bundadır ki, ərəblər özləri bu hərfin başda yazılan formasıdır, bu ortada yazılan formasıdır, bu axırda yazılan formasıdır. Elə öyrətmirlər öz dillərini. Və son dövrlərdə ərəblərdən bu sözləri eşidə bilərsiniz. Əl-harfəl-ləzi yəti fi bidayətil kəlimə vəl-harfəl-ləzi yəti fi vasatil kəlimə, əl-harfəl-ləzi yəti fi nihayətil kəlimə. Amma bu sonralar artıq xaricilərdən öyrənilmiş bir şey. Görürlər ki, onlar elə öyrənirlər ərəb dillərini. Onlar da başlayıblar ki, o cür öyrətməyə çalışsınlar. Amma mən 20-30 il bundan qabaq təxminən o cür tədris üsuluna heç rast gəlməmişdim. İndi müasir dövrdə rast gəlirəm ki, bəli, ərəblər də bu sözləri deyirlər. Ərəb dilində hərflərin iki xüsusiyyəti var. Bir, əsas xüsusiyyət. Birləşən hərf, bir də birləşməyən hərf. Qardı getdi. Bir dənə başa salmalar, məsələn, bə hərfi birləşən hərfdir. O xətti qoyub onu birləşdirmək lazımdır. Yoxsa ayrı-ayrılar. Gəl indi biz öz ana dilimizdəki A hərfini də elə bölək. Deyək ki, xətt qoymasam A-nı yaz. A-nın sonundakı o xətti biraz uzatsaq, o olacaq başda gələn forması A. Əvvəlində də bir xətt olsa olacaq ortada gələn forması. Və s. Belə eləmək məqsədə uyğundur. Baxın, bu ləhcə məsələsinə də yenə də deyirəm, əgər mən unutsam, siz mənim yadıma salın ki, mənim o başda demişdiniz, bu ləhcələri bizi narahat edir. Nədir bu sualın cavabı? Bu ləhcələri öyrənə bilməyəcəksə, bu ərəb dilini öyrənməyin faydası nədir? Ləhcələr bu qədər müvacibdir ərəb dilini öyrənənlər üçün. Yəni, ərəb ləhcələri öyrənməsək, ərəb dilini öyrənsək, bu kifayət gəlmir. Bu barədə danışırıq. Və bu suala artıq aydınlıq gətirdik. Mədə na'rifu anil ləhəcətil arabiyyə və el-məqsudu fi həzə sual ما معنى اللهجات العربية؟ ما المقصود بها عندما نقول في اللغة العربية لهجات متنوعة ومختلفة ومتعددة، ماذا نقصد بها؟ وتوصلنا إلى نتيجة واحدة. الاختلاف في اللهجات العربية اختلاف نطقي. اختلاف نطقي. المصري يقول ليه، العراقي يقول ليش، العرب باللغة الفصيحة يقولون ماذا، لماذا، أليس كذلك؟ إذن الاختلاف في اللهجات العربية اختلاف نطقي واختلاف صرفي. Morfoloji bir fərq də var ərəb ləhcələrinin arasında, müxtəlif ərəb ləhcələrində. Və hunaka şey'un axar, ixtilafun dilaliyyun. İxtilafun dilaliyyun.
Elə söz var ki, bir ərəb ləhcəsində bir məna verir, başqa bir ərəb ləhcəsində isə başqa bir məna verir. Bu təkcə ərəb dilinə məxsus bir xüsusiyyət deyil. Nə mənası diləli? Diləli, minə dilələ, dilələ. Yəni dəlalət nöqteyi nəzərindən, məna nöqteyi nəzərindən olan fərq. İxtilafın diləliyyü. El-kəlimə dilələtun. Dilələ. Deməli, bu təkcə ərəb dilinə məxsus bir xüsusiyyət deyil. Elə türk dillərinin özlərində də bu fərqlər var. Məsələn, düşmək bizdə enmək deməkdir. Amma Türkiyəlilərin ləhcəsində deyək nədir? Yıxılmaq, yıxılmaq deməkdir. Yəni, bu belə məna fərqləri də var ərəb ləhcələri arasında. Naqtatulu ilə sualin axar. من الذي وضع اللهجات العربية؟ هذا سؤال مهم جدا. الأخت لطيفة، ما معنى هذا السؤال؟ من الذي وضع اللهجات العربية؟ Ərəb dili ləhcələrini Aha. kim qoyur? Kim nəyi qoyur? Bak, Ərəb dilində bu vada'a kəlməsi qoymaq mənasını da verir. Amma nə mənasında verir? Ortaya çıxarmaq, yazmaq mənasında. Yəni əsasını qoymaq mənasında da istifadə olunur. Bax, biz dediyimiz kimi, Azərbaycanda misal çəkdi, dedi ki, yaşa dolmağı digər ərəb dilinə başlasın. İndi ərəb dilini hiss eləyən adam da, məhz burada mənilləzi əssəsə əl-ləhəcətil arabiyyətə desə, biz anlayırıq ki, o Azərbaycanca düşünüb ərəbcə danışmağa çalışır. Amma bu vada'a hər hansısa bir elmin məsasını qoymaq lazım. Məsələn, ərəb qrammatik kitablarında biz rast gələcək ki, Əl-vadi'u li'ilmin nahvi huvəl-imam Ali kərramallahu vəcəh. Ərəb qrammatika elminin banisi İmam Əli radiyallahu anh. Kim İmam Əlinin qrammatikaya dair kitabının adını çəkər? Yoxdur. Bəs niyə o ərəb ədəbi dilinin, ərəb qrammatika elminin banisi hesabı? Çünki ilk dəfə o istiqaməti o verir. Ümumiyyətlə, elmlərdə belə bir tendensiya var. İstiqaməti o verir. Amma onun layiqli davamçıları Əbul-Əsvəd Əd-Duəli rahiməhullah məhz onunla başlayıb ərəb dilinin qrammatika elminin təşəkkül tapması, sonra Xəlil bin Əhməd Əl-Fərahidilər, Sibaveyhilər, ondan sonra məşhur alimlər, filologlar bu xətti davam elətdiriblər. Günün bu günündə də elə ərəb qrammatika elmində istinad olunan əsas kitabın banisi Xəlil bin Əhməd Əl-Fərahidinin tələbəsinin yazdığı, Sibaveyhinin yazdığı Əl-Kitab əsəri. Hətta o qədər qiymətlidir ki, dövründə o kitabı yazıb hədiyyə edirlər, qiymətli bir hədiyyə kimi. Lə nəbta'idu, aleyna ən lə nəbta'idə anil mövzu, mənilləzi vada'a əl-ləhəcəcil arabiyyə. Məlum oldu ki, bu sualda nəzərdə tutulur ki, ərəb ləhcələrini kim yazmış? Kim qoyub bunun əsasını? Maraqlı sualdır da. Bu sualdan bir sual da çıxarmaq olar. Ləhcələrdən ərəb ədəbi dili yaranıb, yoxsa ərəb ədəbi dilindən ləhcələr yaranıb? Fuad iddiadın? Xəyal. Fuad kimi? Sən nə düşünürsən bu asıda? Xəyal. Birinci fəsir var. Birinci fəsir yaranıb, ondan sonra ləhcələr yaranıb. Niyə belə düşünürsən? Birinci yəni ədəbin özü olsun, ondan sonra Qatışıb olanlara belə. Yaxşı fikirdir. Bəs Fuad, səncə? أنا أظن أولا اللغة الفصيح يتعلق بالقرآن. أولا ودع اللهجات. قبل القرآن الكريم هل اللغة العربية كانت موجودة؟ نعم. الأعراب يتكلمون مختلف بماذا؟ بمختلف اللهجات أو بمختلف اللغات؟ لهجات؟ قبل القرآن لا. باللهجات. نعم. لطيفة؟ هل العرب قبل القرآن بماذا كانوا يتكلمون؟ باللهجات أم باللغات؟ لهجات birinci. باللهجات؟ نعم. Ben böyle bir şey işte Aha, buyur. ləhcələr çevirisi olacaq. Bir başa düşünür.
Yəni ortalığa gəldilər ki, neynəyə ki, bilmirsə, anlayan anlamında huzur. Ümumiyyətlə o dilin yaranmasında, ümumi dilçilikdə belə bir tendensiya var ki, belə nəzəriyyələr var ki, dil necə yaranır? Əsas onu ümumiləşdirsək, Allah Teala bəxş eləyir dini insan, bəşəriyyətə, insanlara və yaxud da qeyri-dini cərəyanların gəldiyi nəticə budur ki, müxtəlif təkamül prosesi nəticəsində dil yaranır. Birinci qırıq-qırıq səslərdən və s. təbiətdən alınan müəyyən təsirlər nəticəsində sonradan gəlib bir dil olub. Amma biz müsəlman olaraq dilin də Allah Təbarək və Teala tərəfindən yaratıldığına inanırıq. İnanmamız üçün də əsas var. Quran-ı Kərimdə Allah Təbarək və Teala buyurur ki, وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا Allah Adəmə bütün isimləri öyrətdi. Belə bir ayət var.